işləri yoluna qoyan odur. Yalnız onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur Rəbbiniz Allah, ona ibadət edin. Məyər düşünüb ibrət almırsınız? Hamınızın dönüşü onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu qiyamət günü yenidən dirildir ki, salih əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. Günəşi